Herkese selam. Kanalıma hoş gelmişsiniz kızlar. Yeni vlogumuza başlayırıq. Bu güzel kent hayatında güzel bir səhərlə. İnsanın ruhu dincəlir sanki. Ümid edirəm uşaqlar qələti ballı saxlayıblar. Çünki toyuq cücənin səsi gəlir, qorxuram. Allah eləməsin bizim həyata keçsinlər. Qələt buradadır qızlar. Mən gedim çaydanı qoyum, qaynasın. Birazdan yoldaşım ayılacaq, uşaqlar düşəcək aşağı. Bir nahar yemeği hazırlayaq, belə desək. Xoruzun səsi də ki aləmi götürüb. Bunlar biraz dağınlıqdır, üzülü sayın. Suşulqanı cüyə çıxartmamışım, qalıb burada elə. Bu bizim qızlar xalacinimizdir. Yeni aldığımız. Çox qəşəngdir həqiqətən də. Siz necə genişdir deyə, aşağıda da 10 dənə yaşıqları var, yuxarıda da genişdir ümumiyyətlə. Yəni, bizim böyük ailəyə həqiqətən geniş xalacin sərf eləyib. Qoxunamızdır. Ay, bu mənim yeni sobam. Onu da yeni zakaz eləmişdik. Azərbaycandan gəlməmiş elə. Gətirmişdilər evimizə. Sonra gəldik və quraşdırdıq. Mən ondan yemək pişirdim. Saat görürsünüz 6'ya qalıb 1 dəqiqə. Çaydanı qoydum qaynamağa qızlar. Burada demək məndə çay var. Çaydan var, daha doğrusu elektrik çaydanı. Mən bunu sevmirəm. Onun deməli balaca çayniki də var yanında. Mikrobomovka akşam yandırmışam kebab isitməyə. Bunu da yudum indi hazır koydum. Gün ərzində biz ev çaydanından istifadə eləmirik. Dünən göstərdiyim kimi samavar var həyətdə. Gün uzun elə samavardan istifadə edirik. Amma bunu səhərlər. Tak işığını yandırım buranın. Belə. Bu arada axşamdan yumuşam. İnan o qədər evdə qonaq var idi axşam həyətdə. Yazıq xalım yoruldu, inanırsınız. Mənə deyir, otur, sən qonaqlarla otur. Amma özü çayları falan kömək elədi verməyə. Hətta burada bu konfetlər də sübutdur ki, yəni hamısı qalıblar, qonaqlarının dünəndə. Hamısı da bir-birinə boyanlar. Bu arada yoldaşım dərib. Ağacdan güya bunlar laymadı. Aslında bunlar layma falan değil. Bunlar limonda ki yetişmemiş limonlar. Bura bakın kızlar, size bir şey göstereyim. Dünən bu yok idi buranı çəkəndə. Bu kravat yani burada. Yoldaşım dünəmiz kravat salıb aşağı. Buranı da bağlayıb ki qonşuda gəlin var, ayıbdır. Yəni orada istirahat eləmək istəyir həyətdə. Deyirəm ona ki akşam deyirəm sənin yerində o pişiklər yatacaq. Çünkü həqiqətən də gəlirlər də həyətə. Gecələr gəlirlər, hətta gündüzlər də gəlirlər qonşu. Qonşu pişiklər deməzdim, sadəcə saysız pişiklər gəlirlər. Yəni yatacaqlar sənin yerində, gündüzlər orada istirahat edir, axşamlarda pişiklər istirahat eləyəcək. Belə saat 6'da 7'ye işləyib. Yavaş-yavaş işlərimi görürüm, buraları istəyirəm silim. Aşağı evləri çünki gün ərzində ümumiyyətlə vaxtım yoxdur heç nəyə qızlar. Mənim gün ərzində vaxtım çatmır. Çünki deyirəm də dediyim kimi günorta kimi işlərimi görürəm. Günortadan sonra isə ancaq qonaq qəbul edirik. Dünən də biz getmişdik qəbir başına. Çünki gələndən artıq 5 gün idi gəlmişdik. Düzgün deyil də, yəni o qədər getməmək. Özümü artıq günahkar sayırdım. Dünən getdim, o ki var ürəyimi boşaltmışam, gəlmişəm. Nə bilim valla. Allah heç kəsə qismət eləməsin. Çox ağır histir. Ananın yerinə onun qəbir daşını qucaqlamaq Allahın işidir. Həyatın işidir. Mən tək deyiləm, bilirəm. Belə bir vəziyyətdə planetdə insanların demək olar ki 99% belədir. Mən görə də Allahdan səbir istəyirəm həmişə belə şeylərdə. Dünən də şükür Allaha ki mən axşam yeməyi yemədim. Qonaqlar gəlmişdi, oturmuşlar, elə yedilər. Yedizdik, qabları yuduq falan. Sonra çay içməyə başqa qonaqlar gəldi. Oturmuşdular. Qonşularımız idi yəni.
Belə. Bugün səhər hava biraz yaxşıdır qızlar. Çox da isti deyil. Biraz hiss olunur ki, külək var. Bu da həqiqətən yaxşıdır. Külək olanda. Mən də biraz şişkindir üzüm. Üzüm də görürəm. Nədənsə qızlar ayımda mən şişkin oluram. Bilmirəm nədəndir. Əllərim, ayaqlarım həqiqətən elə bil ki, su çəkir. Başa düşmürəm niyə. Dünən oxudum internetdə, bəs nədən ola bilər də yazılıb ki, insan əgər həyat tərzi dəyişilərsə. O təbii ki, mənim həyat tərzim dəyişilib. Mən deməli şəhər həyatından gəlirsən kənd həyatına, klimat tam dəyişilir və o bir var ki, sən orada da eyni cür divijeniyada olarsan. Mən orada bu qədər divijeniyada deyiləm. Orada bildiyiniz kimi az hərəkət eləyirdim, gəzirdim biraz, həyat ev gedim fırlanım ki, biraz məsələm addım sayım olsun. Bakıda düz idi, adım sayım çox idi. Bakıya gələndə ümumiyyətlə ən azı 8-9 min addım olurdu məndə gündə. Amma burada təbii ki, mən telefonla elə olur ki, atıram telefonu bir yana, heç vaxtım olmur telefonu götürməyə, zaryadkası da olmur. Ona görə də ki, addım sayımı bilmirəm də sözün düzü, bilsəm də üstümdə də gəzdirmirəm. Belə, amma ki, yenə də burada hərəkət çoxdur. Saçma baxın, dəhşət. Axşam nə cür duş qəbul eləmişəmsə, evdə yatmışam. Amma dünənki gün o qədər böyük idi, inanın, dəhşət isti idi yəni bugün, amma yaxşıdır. Mən orada pəncərəni açdım, burada açmışam, sklasnyakdır, qəşəngdir. Birazdan gedəcək, işlərimizin də alacaq. Əvvəlcə çörək almağa, çünki dünənki çörəyi Sərxan bugün nara yeməyəcək. Aydın məsələdir. Heç vaxt olmayıb belə bir şey. Həmişə isti çörəklə nara başlayırıq, gedirib alıb gəlirik. Bizdə bilirsiniz elə bir tradisiyadır ki, səhər çörəyini biz həmişə gedirib alıb gəlirik, sonra nahar eləyirik. Bugün də elə eləyəcək, təbii ki, çörək alıb gələrik, narın malzemələrini hazırlayaram. Bizdə adətən olur nara, yağ, bal, pendir, bir neçə növ, 3 cür pendir var orada, 4 cür hətta, sonra şor. Burada mən paçka şor tapmadım. Bakıda var idi, dolu idi, cürbəcir, amma ki, rayonda görmədim. Ona görə də biz bazarda aldıq. Dünən bazar idi, bazara getmişdik, bazar aldıq, şor aldıq. Sıra gün almışdıq, sözün düzü. 6-cı gün idi və bazarda adam az idi. Biz bilmirdik ki, 6-cı günləri bazarda insan az olur. Və getmişdik, amma ki, bizim öz keçilərimiz orada var idi. Biz getib onlardan biraz şor götürmüşdük, belə. Şor götürdük, nehrə yağı götürdük, belə paçka yağlarını da götürmüşdüm, almışdım. İndi inanırsınız, o qədər evə produkt almışıq ki, o qədər məhsul almışıq ki, deyirəm ki, gedənə kimi bunları istifadə eləyək də, bizim getməyimizə də bir ayda biraz çox qaldı. Başlayıq qızlar. Dünən ümumiyyətlə tez oyanmışdım. 4:30 idi hardasa. Bugün saat 6-ya qalmış oyandım. Hardasa 10 dəqiqə qalmış düşdüm. Maşında baltaları sərdim. Katı dünən yumuşdum. Bugün yenə də nə yaxşıdır. Sər-sər oyananda qızlar əlinə vurursan heç nə yapışmır. Amma ki gün ərzində bir edirsən bir şeydir. Lipkidir. Yaxşıdır. Zəhlim gedirdi mən bu sastaniyadan ürəyim partlayır. Mən çox da öyrəşməyəcəm yəqin ki, şükür Allah şəraitimiz var. Yəni təmizlik işlərinə falan. Allah şükürlər olsun, amma ki mən təsəvvür edirəm şəraitsiz insanlar nə edir görəsən belə isti olanda dəqiqə başı gedib gedə bilmirlər, sərinlənə bilmirlər. Nə bilim valla. İstəyirəm bir gün biraz sərin olsun, ev işlərini görüm. Adam az olur da elə vaxtda. Amma belə baslayan insanlar. Hə, onu deyirdim. Narını eləyəcəyik, sonra bizim işlərimiz var. Sarayına çıxmalıyıq, sentrə getməliyik, Astaraya. Bəzi işlərimiz var, onları görməliyik, uşaqları görməmişəm hələ müəyyən səbəblərə görə, körpələri, nəvələrimi də yəni görməmişəm. Ona görə də inşallah ki, yəqin ki, az qalıb görməyimə, belə desək, hər şey açıq demirəm. Amma ki, yəqin ki, istədikcə siz də onları görəcəksiniz, belə.
Madonna ilə Bakıda bir video çəkmişdik. Qızlar, Madonna mənə deyir, mama videonu qoya bilərsən. Deyirəm ki, yox, o sənin videondur da, sən onu çəkmirsən. Onu qabaqcadan sual-cavab videosudur. Qabaqcadan deyirəm, onu sən deyirəm qoy. Sonra da mən deyirəm şey eləyəcəm, bəlkə də mən də qoyum. O yaxşı deyil ki, sənin çəkdiyin videonu mən öz kanalıma qoysam, biraz düzgün gəlmir. Saçım uzanıb artıq. Gələndə belə deyildi. Həqiqətən indi uzanıb. Amma mən qurutmuram fenlə. Çünki gün ərzində bu qədər saç yumaqla o saç məhv olardı, yəni fen onu məhv eləyəcək. Ona görə də istəyirəm biraz saçlarım istirahət eləsin. Nə ployka, nə fen, posta gündəlik yumaq işim. Dirmazaşita falan burada elə bilmirəm, heç nə elə bilmirəm. Ona görə də belə. Nəsə qızlar, gün ərzində mən sizə video çəkəcəyəm. Dünənlər yazmışdınız ki, bəzi vloglar çəkəcəyəm və uzun vloglar olacaq inşallah ki. Çay dəm aldım. Demək burada özümə amma ki kofe istəyirəm hazırlayayım. Bu şokoladdır, bunu içməyəcəm. Amma ki bu kofelərdən birini ya da ki belə bir lattelər var. Bu aroması prinsipi yumuşaq kofelərdir, lattedir. Bu lattedir, bunlar da lattedirlər. Amma bunlar yox, bu karamellidir. Bu da dobar şokoladlıdır. Yəqin ki bunu içəcəm indi qızlar. Açdan yerini də tapa bilmirəm ki, bunu nasıl tərəfdən açmalıyıq. Bir dənə strelочка qoyarlar da yəni. Yəqin düşünməyiblər bunu. Şimdi bunu siz nə yapacağım? Çok tezlik qayçıyla. Benim qara kofim orada qalıb, amma mən burada almamışam qara, sözün düzü. Bakıda varım idi, gördüm ki artıq vəziyyət yaxşı deyil, toladım getdi. Ben bir halde içilmiyim, onu içmək düzgün deyil. Bak. Sarxanda düşəcək, çay içəcək. O mənim kimi kofe xəstəsi deyil. Yani bu üç kofe burada elə ki görünmür. Sanki şeydi, slivkadı içinde. Burada başka altı yazılı. İnanaq. Sonra da bunların adına bakalım. Bunlar latte'diler. İkisi de eyni cüzdüler. Biləm. Gedək, kofemizi içəyim. Kofe, baxdı kofe nədənsə. Mən belə kofe düzəldəndə həmişə içində bir qaşıq qara kofe əlavə edirdim. Bəlkə də gedib alsam qara kofe. Bugün alacağım və belə içəndə qara kofe əlavə edəcəm. Hamınıza nuş. Səhər-səhər heç kəs yoxdur, oturub sadəcə kofe içmək. Belə bir qulaq asırsınız, gözəl səsdə. Həqiqətən də ürəyə rahatlıq verir. Her gün çörek aldığımız yer tendir. Evimizden uzakta değil, yakında da. Da yerli banditler. Yok, yerli banditler. Küçən tutup gedirlər. Onlara heç kəs heç nə deyə bilmir də. Biz de kendimizin merkezidir. Burada çoxlu mağazalar var. Her şey buradadır yani.
Burada qaz olmur. Olmasa olmaz Astrada qaz olmasın. Olmaz Astrada qaz olmasın. Niye olmaz ki? O zaman nasıl yapalım? Niye vahşi deyirəm ya? Çünki Lənkəranda varsa, əgər Astarada da olmalıdır da. Burada yoxdur elə maşın mən qazla işləyir. Kızlar biz getdik, bəzi işlərimizi gördük. Nari yedik, sözün düzü getdik. Əvvəlcə getdik kənd sovetinə, orada yaşayış yerinə arayış götürməyə. Amma ki orada yox idi. Dedilər ki əraziyə gedib qayıtdıq gəldik evə. Nari yeməyimizi yedik və sonra çıxıb getdik yenə də. Mənə zəng elədilər ki yerindədir insan, kənd soveti. Biz də getdik ora. Bilmirsən? Qarışqalar artıq tapılıb bizdə. Bilmirəm nə edəcəm mən. Mən zəhlim gedir də bu qarışqalardan. Bilirəm heç kəsin xoşu gəlmir, amma mən də zəhlim gedir. Tak, belə. Sonra da şeydir. Getdik Astaraya. Videoda gördüğünüz kimi Astara tərəfdəydik. Astaraya getdik. Oradan qətnamə götürdük. Uşaqlarımızı görəcək barədə qətnamə verildi bizə. Götürdük, qayıtdıq yenə də rayona. Yontadan sonra gedəcək ki, yəqin uşaqları onların anasına demək ki, bəzi biz uşaqları götürə bilərik baxmağa. Altı bazar günləri, bayram günləri belə. Hər gün yox təbii ki. Belə qızlar. Nəysə, indi biraz istəyim yemək hazırlayayım. Artıq inanın ki, ət yeməklərindən boğazı yığılmışıq. Xalqində kabab da var, bozbaş da var, amma mən istəyirəm badımcanlı sirdağ hazırlayayım. Əgər burada bir yer olsa, mən qoyardım, göstərərdim də necə yeyirəm. Bu yoxdur. Sonra göstərərəm. Kızlar artıq geçdi bizdə. Saat hardasa 12 var yəqin axşam. Bir dəqiqə baxın. Dəqiq sizə deyəcəm. 12-yə qalıb 15 dəqiqə. Mən artıq vlogumu tamamlamaq istəyirəm burada. Demək qonaq getmişdik. Qaynım ilə getdik. Nəsə biraz oturduq gəldik. Ondan əvvəl də getmişdik. Uşaqları gördük. Nəhayət Məhəmmədimi gördüm, Riyananı gördüm. Düzdür, bəzi problemlər bizə yaradılar. Anası, nənəsi, amma ki, nə bilim, əsas odur ki, Allah tərəfimizdə olsun, belə. Amma gördük uşaqları, Məhəmməd çox belə sarıldı, mənə ağladı uşaq, öpdü məni, mən də elə həqiqətən də göz yaşları içində idim. Nə bilim, Allah heç bir nənə babaya ayrılıq dərdi yaşatmasın, nəvələri ilə belə. Çox çətindir, həqiqətən də çətindir, elə gələndən də özümə gələ bilmirəm. Getdik onlara hədiyyələr aldıq. Maşın, çoxlu maşın aldıq Məhəmmədə. Bir dənə böyük polis maşını və qalan xırda kiçik maşınlar. Riyanada aldıq kukla, bir dənə yekə kukla. Sonra da 2 ədəd biraz ondan balaca barbilər, qəşəng kuklalar idi. Belə gedim indi qızlar yatmağa. Artıq yorğunam. Qaynım ilə də getdik orada da. Bəzi işləri gördük, kömək elədik. Çünki yoldaşı yoxdur deyə mən də gəlin kimi məcbur qaldım, kömək elədim. İndi də evə gəlmişik. Bizim ev həqiqətən də mən əvvəldən ürəyimə yatan öz evimdir də, yəni öz həyətimdir. Hara getsəm mən buranı sevirəm. Ona görə də gəlmişəm indi. Çayını verdim yoldaşımın, duş qəbul elədim, saçımı
yenicə qurudu və indi yatmağa gedirəm. Ventilatorumu da götürüb çıxarım yuxarı. Yuxarıda kondisioner var, amma ki hələ kondisionerlik deyil. Bu dərəcədə isti olmur ki, məsələn, ventilator spravlyasiya eləməsin. Ventilator bacarırsa, kondisioner hələ lazım deyil. Elə hələlik qızlar, vlogumu da tamamlayıram.